Qaracalı kəndinin rayon mərkəzi ilə məsafəsi 20 kilometr təşkil edir. Rayonun ən ucqar kəndlərindən biridir. 4500 nəfər əhalisi var. Kəndin demək olar ki, bütün kommunal şəraiti yaxşılaşdırılsa da yolsuzluq problemi çox uzun illərdən bəri həllini tapmır. Nəticədə sakinlərin gediş-gəliş məsələsi müşkülə çevrilir. Normal şərtlər altında kəndin rayon mərkəzi olan 20 kilometrlik məsafəni getmək üçün 10-15 dəqiqə vaxt lazımdırsa, bu şərtlər altında həmin müddət 1 saata kimi uzanır. Həm nəqliyyat vasitəsinin ehtiyat hissələrinin sıradan çıxır, həm də mənzil başına vaxtında çatmaq olmur. Yolun bu vəziyyətdə olması ilin bütün fəsillərinə uyğun olaraq mövsümi problemlər yaradır. Qışı ayrı bir dərddir, yayı ayrı bir dərd. Olansa təkcə avtomobillərə olmur. Kəndə gəlib gedən taksi qiymətləri də çox yüksəkdir. Çünki hər bir taksi sürücüsü dəyər dəyməzinə avtomobilini sıradan çıxarmaq istəmir. Bu kəndə müştəri aparmaq üçün yanacaq pulunun üstünə ehtiyat hissələrinin pulu da gəlir ki, bu da kənd sakinlərinin büdcəsinə təsir edir. Eyni zamanda sosial xidmət avtomobilləri olan təcili yardım və yanğın söndürən maşınları da Qaracalının yollarında əməllicə əziyyət çəkir. Piyada hərəkət edən sakinlər isə ya palçığın içində qalır, ya da toz torpaq. Məsələ ilə bağlı Qaracalının da daxil olduğu Pirkənd kənd icra nümayəndələrindən şifahi olaraq bildirildi ki, sözü gedən yola aidiyyatı qurumlar tərəfindən baxış keçirilib. Layihə smeta sənədləri hazırlanıb və yolun təmiri 2026-2027-ci dövlət planına əlavə edilib. Vəsait ayrılan kimi yolun 11 kilometrlik hissəsinə yeni asfalt örtüyü vurulacaqdır. Bizim problemlər çoxdur, əsas problemimiz yol problemidir. Ki, yəni bu illərlə də həll olunmur bu problemlər. Yəni maşınlar həftə başı qalır diaqnostikada. Yəni bilmirik ailə uşağa xaçlayaq, yoxsa maşınımızın dərdini çəkək. Nə uşaq bir damcı yağış olanda yolla gedə bilmir, maşınlarda. Yəni bərbad gündədir yol. Xahiş edirəm buna qurumlar, xüsusi qurumlar, o kimlər məşğul olursa buna bir tədbir görsünlər. Bizim yollarımız neçə illərdir, yəni bərbad vəziyyətdədir, əziyyət çəkirik, maşını istifadə eləyə bilmirik, məsələn, gələn qonaq gələ bilmir, məsələn, yağışlı havada, nə bilim, palçıqlı havada vəbşi hərəkət mümkünsüzdür. Yolumuz belə də qarşı, bərbad haldadır, 75-ci ildən çəkilib, yəni cəmaət öz vəsaiti hesabına dəfələrlə düzəltdirib, yenə gördüyünüz kimi bərbad haldadır. Yəni, skori gələnmir, maşınlarımız bərbad haldadır, düzəldənmir vaxtında. Yağış yağır, uşaq məktəbə gedənmir, gələn maşınla aparasan, gətirəsən. Günel Zülfiqarova, Aqil Əsədov bugün informasiya proqramı üçün.